Evlərinizi yoxlatmadan, tikintinin videolarını, şəkillərini tələb eləmədən evlərinizi almayın dəyərli izləyicilərimiz. Bugün sizlərə Şüvalanda daimi yaşaya biləcəyiniz, dənizə yaxın, yola yaxın bir dənə ev tapmışam. 2,5 sotun içində 285 min manat, 160 kvadrat start dedik bu evin qiymətini. 7 metr uzunluğunda, 4 metr enində olan gözəl daşma tipli hovuzu və baş tərəfində kiçik bir besetkası 2,5 sotun içindədir. Vətən restoranının yaxınlığındadır. Əgər desəz ki, biraz da həyətim böyük olsa mən bu evi alardım, mən onda sizlərə belə bir təklif edeyim. Yan tərəfdə qonşu bir sotunu 30 min manata satır. Onu da alıb bu həyətə qata bilərsiniz. Evin qarşısında giriş tərəfində belə bir mangalı, yanında suyu, yan tərəfə keçid mümkündür. Və sizlərə giriş tərəfində göstərim bir maşınlıq parkovkası. Daxil olduq evə. Bax gördüyünüz kimi giriş, girən kimi mətbəx, sağ tərəfdə zal, zaldan da bayrağa çıxış var, iki tərəfdən çıxışı var. Tavanın hündürlüyü 3,40-dır. Maşallah hündür evdə, qəşəng evdə. Burada ümumi sanitar qovşağı və alt tərəfdə də çamaşırxana yığılıb pilləkənin altında. Ondan sonra göstərərik. Gələndə özləri ətraflı baxar. Getdik 2-də görüşərik. Gəldik 2-ci mərtəbəyə. 2-ci mərtəbədə 1-ci ümumi sanitar qovşağı. Valideyn otağı dediyimiz 22 kvadratlıq yataq otağı, özünün balkonu və sanitar qovşağı. Burada 16 kvadratlıq bir yataq otağı və 26 kvadratlıq geniş yataq otağı və özünün eyvanı. Sağollaşaq. Like qoymağı unutmayın. Saçımı düzəldim. Tamam. Like qoymağı unutmayın, kanalımıza abunə olmamızı. Abunə olun, qiymət 285 min manat start dedik bu evin qiymətini. Görüşmək ümidilə, ruzunuz bol olsun.